Deməli, kimya 7-ci sinif kesiqi 2 hazırlığı üçün bir balaca bir video hazırlayıram. Dəyərli dostlar, bu videomuzda deməli bir neçə model suallar var. Hansı ki o suallar hesablama xarakterlidir. İkinci bölmədə olan əsas hesablama xarakterli suallar bunlardı ki, siz nəzəriyyəni inşallah ki mükəmmələ öyrənirsiniz və sonra da bu gördüyünüz hesablama tipli sualları da burada görmüş olursunuz artıq həllərini. Görürsünüz, hər sualdan 2 tipdir. 2 dənə daha doğrusu hər tipdən. Və mən birini həll edəcəm, birini isə saxlayacağım. İnşallah ki, sizin özünüz üçün özünüz bunu həll edərsiniz. Başlayaq, bismillah. Deməli, dəyərlər, birinci sualımız nədir? Baxın, bizə belə bir model verir. Siz bunu sinif testlərində də görəcəksiniz. Yəni, iş dəftərində daha doğrusu görəcəksiniz. Həmçinin Dövlət İmtahan Mərkəzinin 7-ci siniflər üçün olan sinif testində də görəcəksiniz. Bu tipli suallar bizə nə deyir? Bizə belə bir qəşəng model verir. Gördüyünüz kimi model verib. Və sonra nə deyir? Proton sayını, elektron sayını, neutron sayını, kütlə ədədini falan filan tapmaq lazımdır. Dəyərli dostlar, bu gördüyünüz atomdur bir kərə. Baxın, atom modeli bizə deyib. Yəni, atomdursa bu nə deməkdir? Bu o deməkdir ki, onun proton sayı bərabərdir elektron sayına. Və elektronlar da nələrdir? Baxın, bu gördüklərinizə elektron deyəcək. Bax, bu gördükləriniz nələrmiş? Elektronlardır. Və elektronlar da sayıram. Neçə dənədir? 5 dənə elektron var. Deməli, elektron sayı bərabərdir 5 ədəd. Dostlar, əgər elektron sayı 5 dənədirsə, bunun proton sayı da 5 dənədir. Dahası, çünki atomdursa, atomda proton sayı elektron sayına bərabər olur. Bu, mərkəzdə yerləşən şeyə də deyərlər nüvə. Dostlar, bu nüvədə olan hissəcikləri sayıram. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. Mərkəzdə, deməli, burada cəmi 11 ədəd hissəcik var. Və biz də bilirik ki, mərkəzdə, yəni nüvədə hansı hissəciklər var? Nüvədə var proton, var neutron. Əgər ikisi bir yerdə 11 ədəd hissəcikdirsə, onun deməli, proton sayını tapdıq, axı 5 dənə idi. Onun 5-i protondursa, o zaman bunun yerdə qalanı, yəni 6-sı. 6-sı da olacaq neutron. Bitdi. Deməli, biz neutronun sayını da tapdıq. Elhamdülillah, bu da elə də 6. Kütlə ədədi də nədir? Kütlə ədədi protonla neutronun saylarının cəmidir. Yəni, elə nüvənin kütləsinə bərabərdir. Bu da eləyir 11. Keçək ikinci tip tapşırığımıza. Baxın, bu tip tapşırığı sizin üçün üstü nöqtənizə buraxırıq. Bunu inşallah özünüz eləyərsiniz. Keçək ikinci tapşırığımıza. Dəyərlər, bizə belə bir şey verəcək, belə bir sxem verəcək və deyəcək ki, verilmiş hissəcik barəsində suallara cavablandırın. Yadınızda qalsın, hər zaman, bax, bir hissəcik çəkirəm mən burada, bu x. X-də hər zaman solda ən yuxarıda göstərəcək atomun kütləsi. Buna deyərlər kütlə ədədi. Deməli, kütlə ədədi, baxın, bu solda ən yuxarıda göstəriləcək. Fikir verin, bizdə buna 56 yazıbdır. Deməli, kütlə ədədini tapdıq 56, elhamdülillah. Sonra nə deyir? Baxın, atomun bu hissəsində, yəni solda ən aşağıda göstəriləcək proton sayı. Bizdə də görürsünüz, proton sayını 26 veribdir. Proton sayını da tapdıq. Elhamdülillah, proton sayı bərabərmiş 26-ya. Sonra yuxarıda D göstərilir. Bu D nədir? Bəs D yükdür. Baxın, bu gördüyünüz yükdür, yük. İyonun yüküdür. Sonra, baxın, sağda ən aşağıda göstəriləcək elektron sayı. Elektron sayı. Bir də var neutron sayı. Neutron sayı da atom kütləsinə protonun arasında yerləşir. Bax, burada yerləşir. İndi biz nə edəcəyik dəyərlər? Biz düsturlar var. O düsturlardan istifadə edəcəyik. Birinci düsturumuz belədir. A bərabərdir P plus N. Belə bir düsturumuz var. Bizə nə verilib? Baxın, atom kütləsi verilib 56 bərabərdir. Proton sayı da 26 verilibdir. Üstünə gələm neutron sayı. Buradan da neutron sayı bərabər olacaq 30-a. Yəni 56-dan 26-nı çıxacaq, 30-a bərabər eləyəcək. Baxın, neutron sayını da tapmış olduq. Keçir indi elektron sayını tapmağa. Elektron sayını tapmaq üçün də belə bir düsturumuz var. P bərabərdir Y plus D. Yəni proton sayı bərabərdir. Elektron sayı üstünə gələn yük. Proton sayını bilirik. Baxın, 26-dır. 26 bərabərdir. Elektron sayını bilmirəm. Yük də üstə gəlirəm. Baxın, yük müsbət 2-dir. Yük burada verilən şey yükdür. Bu D hərfidir. Bu, deməli, oldu müsbət 2. Buradan da elektron bərabər olacaq. Müsbət 2 o bir tərəf keçəcək, olacaq mənfi. Yəni, olacaq 24. Qısası biz elektron sayını tapdıq 24. Yenə də baxın, növbəti sualı sizin üçün saxlayırıq, sizin nöqtəvizə buraxırıq. İnşallah Allah zehni açıqlığı versin. Keçək növbəti sualımıza. Deyir ki, uyğunluğu müəyyən edin. Anion, kation, neytral atom. Dostlar, yadınızda qalsın ki, anionun yükü mənfi olur, kationun yükü müsbət olur. Neytral atomdasa yük olmur, yəni 0 olur. Heç nə yazılmır üstünə. 0 olur. İndi baxaq, anion mənfi yüklülər demişdik.
Görürsüz A və B variantları üstlərində mənfi yazılıb. Deməli onlar aniondur. A və B oldu anion. Keçək. Sonra kation müsbət yüklülərdir. Fikir verin, D və Y üstündə müsbət yazılıb. Birində müsbət 1, birində müsbət 2. Bunlara biz nə deyəcəyik? Deyəcəyik kation. Çünki onlar müsbət yüklüdür. D və Y. Baxaq, fikir verin, bu C qaragünün üstündə heç nə yazılmayıbdır və yaxud da F-də heç nə yazılmayıbdır. Ona görə də flor və silisyum burada atom şəklində göstərilibdir. Üçüncüyə də uyğun gələcək C və F. Yenə də dostlar, növbəti sual sizin öhdənizə buraxırıq. Allah zehin açılığı versin. Keçək növbəti sualımıza. Deməli, bizə şəbdən yeni cədvəl verib və deyir ki, yoğunluğu meyilli neytral atom, kation, anion bu şəkildə. Bir şey bilmək lazım. Neytral atom nə deməkdir? Neytral atomda proton sayı elektron sayına bərabərdirsə buna neytral atom deyəcəyik. Kation nədir? Kationda proton sayı böyük olur elektron sayından. Anion nədir? Anionda isə proton sayı kiçik olur elektron sayından. Dostlar, bunu yadda saxlamaq istəyirsə, neytral atomu hər kəs yadda saxlayır ki, neytraldırsa bunun yükü yoxdur, mənfisi, müsbəti yoxdur. Burada proton sayı elektron sayına bərabərdir. Bunu hər kəs bilir. Şarjlar adətən qarışdırırlar kationla anionu. Uşaqlar, burada bir şeyə diqqət edin. Baxın, K samitdir, P da samitdir. Kationda proton çox olur. A saitdir, E də saitdir. Anionda da elektron sayı çox olur. İndi gəlin bunu bura tətbiq edin. Fikir verin. Birinci halda elektron sayı, proton sayı 8-dir, elektron sayı 10-dur. Elektron sayı çoxdur. Elektron sayı çoxsa, deməli bu olacaq anion, yəni 3-ə uyğun gəlir. Sonra ikinciyə baxarıq. Yenə də elektron sayı çoxdur, yəni bu da aniondur. 3-ə uyğun gəlir. Növbətisinə fikir verin, protonla elektron sayı bərabərdir. Bərabərsə bu neytral atomdur, yəni birinciyə uyğun gəlir. Sonuncuda fikir verin, proton sayı 20, elektron sayı 18-dir. Proton sayı çox olduğuna görə biz nə deyəcəyik? Biz deyəcəyik bu deməli kationdur. Kation da ikinciyə uyğun gəlirdi. Növbəti sualda yenə sizdə idi, sizə uğurlar. Gəldik, izotopları seçin. Dostlar, izotoplar barəsində çox tip sual hazırlamaq olar, amma ən bəsitləri baxın bu şəkildə olur. Sadəcə biraz əlavə rəqəm verirlər ki, şagirdlər qoy çalışsınlar. Deməli, dəyərli dostlar, izotopları seçin deyəndə İlk öncə izotop dedi. Baxın, burada P hərfi görürsünüz. İzotoplar proton sayı bərabər olan atomlara deyərlər. Proton sayı bərabər olan. Dostlar, proton sayı bəs nədir? Proton sayı, mən hər hansısa bir element yazıram. Məsələn, bir X element yazıram. Proton sayı solda ən aşağıda göstərilən rəqəmə deyəcək. Yəni, uşaqlar, başqa rəqəmlər sizi çaşdırmasın. Ay, burada hesablanma aparacam falan. Yox, burada heç nə eləməyəcəksiniz. Sadəcə olaraq xüsusilə belə sual verilsə bizə ilk öncə proton sayına diqqət edək. Baxın, birincidə proton sayına fikir verin 19, ikincidə 20, üçüncüdə 19, sonuncuda da 18. Nə demişdik? Proton sayları bərabər olanlar bir-birinin izotoplardır. Baxın, 1 və 3-də proton sayları 19-dur. Onlar bir-birinin izotoplardır. Şagirdlər çaşırlar, ay müəllim, yuxarıdakılar 40-40, ona dəxil yoxdur söhbətə. Biz ancaq proton sayına diqqət edəcəyik. Yəni, digər rəqəmlər sadəcə bizi çaşdırmaq üçün verilir orada. Keçək növbəti söhbətimizə, dəyərlər, növbəti söhbətimizdə bizə nə deyilir? İzotopları seçin. Burada artıq bir balaca, belə deyək, bunun əvvəlki sualın pro versiyasıdır. Burada biz sadəcə olaraq hesablama aparacaq. Hesablama aparmaq üçün də əlimizdə bir dənə beləcə bir düsturumuz var. A bərabərdir P plus N. Buradan da P bərabərdir A minus N. Yəni, mən proton sayını tapmaq istəyirəmsə, atom kütləsinin neytron sayını çıxacam. O minvalla geçsək, baxın, birincidə kütlə ədədi, yəni kütlə ədədi dediyimiz dostlar A hərfidir. Bu A hərfidir, bu N-dir, bu da P-dir. Dostlar, nə etməliyəm mən? Deməli, mən proton sayını tapmaq istəyirəmsə, atom kütləsinin neytron sayını çıxacam. Yəni, birinci üçün 33-dən 17-ni çıxacam, burada qalacaq 16. İkincisi üçün onsuz da özü 16-nı veribdir proton sayın. Baxın, birinci və ikincidə proton sayları eynidir. Proton sayları eynidirsə, bitdi artıq. Bunlar bir-birinin izotoplarıdır. Dəyərli dostlar, diqqətiniz üçün təşəkkürlər. İnşallah növbəti dərslərdə görüşərik.